Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Xoş gəlmisiniz mənim bugünkü videoma. Bugünkü videomuzun mövzusunu Ronald Dworkin'in təfsir nəzəriyyəsi təşkil edəcək. Belə ki, əvvəlki videolarımızda kiçik vaxt çərçivəsində bu mövzuya əslində toxunmuşduq. Bugün nisbətən əhatəli danışmağa çalışacağıq. Ronald Dworkin müasir dövrün görkəmli hüquq filosoflarından biridir. Eyni zamanda o görkəmli siyasət nəzəriyyəçisidir. 1931-ci ildə anadan olmuşdur. 2013-cü ildə vəfat etmişdi. Və o bir sıra hüquq fəlsəfəsinə dair fundamental əsərlərin müəllifidir. Hüququn imperiyası, haqları ciddiyə almaq kimi ciddi əsərləri vardır. Və Ronald Dworkin'in təfsir nəzəriyyəsinin təməlini əslində elə onun hüquqa ümumi baxışları təşkil edir. Bəs nədən ibarət Ronald Dworkin'in ümumi hüquqa baxışı? Ronald Dworkin'in ümumi hüquqa baxışı sanki hüququ zəncirvari bir roman kimi görməyə bənzəyir. O belə bildirirdi ki, hüquq serial şəklində yazılmış bir romandır. Onun əvvəlki belə deyək, hissələri var və bu hissələri yazanlar bizdən öncəki hüquqşünaslar, norma yaradanlar olmuşlar və müasir dövrdə də bu romanın davamı yazılır. Yəni belə bir sanki ədəbiyyatla paralel aparırdı hüquq arasında və onun elə təfsir nəzəriyyəsi, digər belə deyək, ümumi nəzəriyyəsinin digər həlqələrdə əslində bu ideyadan çıxış eləyir. Və o belə qəbul eləyirdi ki, müasir dövrdə də hüquqşünaslar bu zəncirvari romanın davamını yazmaqdadırlar. Yeni nəsə yazılmır, belə deyək, yeni bir ədəbiyyat ortaya çıxmır, yeni bir janr yaradılmır. Sadəcə bəlli bir roman var. Bu roman normalardan ibarətdir, prinsiplərdən ibarətdir və ələxüsusda o bildirirdi ki, bunlar bir-birlərindən kənarda deyirlər. Yəni əslində bu baxışı ilə o pozitivizmin ən sərt tənqidçilərindən biri olaraq qəbul edilə bilər. Çünki o təkcə hüququn normada yazılanla kifayətlənmədiyini bildirirdi. Ələxüsusda onun belə deyək, əxlaqi yanaşması var idi hüquqa. Əvvəlki videolarda müəyyən qədər bu barədə bəhs eləmişdik. Xüsusilə də o konstitusiyaların şərhində əxlaqı bir növ mərkəzə qoyurdu və o yaşayan konstitusiya ideyasının tərəfdarı idi. Yəni o belə qəbul edirdi ki, Konstitusiya Məhkəməsi tərəfindən verilən hər bir şərh və yaxud da bu şərhi vermək səlahiyyətinə malik olan digərləri. Hansı ki, bu, deyək ki, Amerika hüquq sistemində birinci instansiya məhkəmələridir, amma Avropa hüquq sistemlərində, eləcə bizim özümüz də buna örnək göstərə bilərik, bu funksiyanı həyata keçirən konstitusiya məhkəmələridir. Hansı ki, bu məhkəmələr öz qərarları ilə bir növ konstitusiyanı davam elətdirirlər. Yəni, konstitusiyanı Ronald Dworkin deyimi ilə desək, yaşadan elə məhz bu məhkəmənin qərarlarıdır və onun bu baxımdan pozitivizmə qarşı olması öz yerində orijinalizm də hədəfində idi. Çünki Ronald Dworkin'in həmin o yaşayan konstitusiya ideyasının mahiyyəti ondan ibarət idi ki, hər bir konstitusiyanı, hər bir normanı müasir dövrün şərtlərinə və tələbatlarına uyğunlaşdırmaq gərəklidir. Və burada da ən əsas vasitə məhz təfsirdir. Yəni, keçmiş zamanda qəbul edilmiş bəlli bir yazılı normalar var və bu normaları müasir dövrün tələblərinə uyğunlaşdırmaq gərəkli olur. Və bu uyğunlaşma olmadıqda işte yeni normanın qəbul edilməsinə ehtiyac yoxdur və yaxud da orijinalistlərin bildirdiyi kimi
həmin dövrdə qəbul edilmiş niyyətlərə, yəni bəlli bir normanın qəbul edilməsi üçün əsas təşkil edən həm qanunvericinin niyyəti, həm siyasi şərtlər, həm cəmiyyətdə olan digər sosial münasibətlər, bu kimi şeyləri nəzərə almaq o qədər də zəruri deyil. Yəni əsas olan odur ki, normanı təfsir edən onu müasir dövrün şərtlərinə uyğun şəkildə şərh eləyə bilsin və onu praktikada tətbiq eləyə bilsin. Və yaşayan konstitusiya ideyasının mahiyyəti bundan ibarət edir ki, hər bir dövr üçün bu konstitusiyanı yaşatmaq, normalarını, işləkliyini təmin etmək gərəkli olur. Çünki ola bilər ki, hətta həmin o konstitusiyanı qəbul edənlərin nəzərdə tutduğu anlayışlar və konstitusiyaya daxil edildikləri anlayışlar həmin dövr üçün kifayət qədər məhdud bir məna ilə çərçivələnsin. Sadə bir örnək verməyə çalışaq. Məsələn, bərabərlik anlayışına deyək ki, bəlli bir dövrlərdə ola bilər ki, heç deyək ki, irqi bərabərliyə daxil olmasın. Yəni, irqi ayrı-seçkiliyi dövlət tərəfindən hətta dəstəklənsin və burada hər hansısa bir dövlət səviyyəsində problem görülməsin. Bəs belə olan təqdirdə bərabərlik anlayışını müasir dövrün tələblərini necə uyğunlaşdırmaq mümkün olacaq? Bu sual çıxır ortalığa. Çünki əgər biz niyyətdə ilişib qalsaq, o zaman bərabərliyi heç də irqi ayrı-seçkiliyi, cinsi ayrı-seçkiliyi və yaxud da digər bu kimi kateqoriyalar əsasında ayrı-seçkiliyə qarşı bir qalxan kimi dəyərləndirə bilməyəcək. Məhz bu baxımdan belə ümumiləşdirmə qəbul edilir ki, burada doğrudur, ola bilər ki, qanunverici niyyəti heç də bütün o ayrı-seçkilikləri bərabərlik anlayışı ilə əhatə eləmək olmasın. Lakin ümumi Ronald Dworkin deyimi ilə o hüququn zəncirvari roman şəklində inkişafı bizə deməyə əsas verir ki, burada bərabərlik anlayışına ümumi bir neçə xüsusiyyət daxildir. Ki, insanın özünün seçimlərindən asılı olmayan və yaxud da bir sıra hallarda elə seçimlərindən asılı olan xüsusiyyətlərinə görə onların hüquqa və qanuna çatımlılığı qarşısında hər hansısa bir əngəl qoyula bilməz dövlət səviyyəsində. Məhz bu ideyanı belə primitiv dildə ifadə eləsək, məhz bu belə bir neçə cümləlik formulanı əhatə elədikdə biz başa düşürük ki, müasir dövrdə əslində heç də digər əvvəlki dövrlərdə məhdudlaşmış məna ilə çərçivələnmir bu anlayış. Və burada maraqlı məsələlərdən biri Ronald Dworkinin xüsusilə o bildirdiyi çətin keyslərdir. Hansı ki, Ronald Dworkin bu vasitəli nitqdir. Ronald Dworkin belə bildirirdi ki, xüsusilə çətin keyslərdə hakimlər daha yaradıcı olurlar. Yəni, bu hüquq romanının davamını daha inamla və daha gələcəyə töhfə verəcək formada yaza bilirlər. Çünki məhz xüsusilə çətin keyslər, yəni bu mürəkkəb elementlər ola bilər bu keyslərdə, hakim üçün qərar vermək çox çətin ola bilər və qanunun norması da bir mənalı cavab verməyə bilər. Məhz belə keyslərdə hakim elə bir üstün təfsir fəaliyyəti həyata keçirir ki, yəni elə bir yaradıcı yanaşma nümayiş elətdirir ki, bu işlərə artıq bu işlər vasitəsilə qəbul edilmiş qərarlar bir növ artıq sadə prezident olmaqdan çıxır və sanki o hüquq romanının çox qiymətli bir nümunələri yaranmış olur. Bu onun fikri deyil, təbii ki, mən vasitəli nitqlə bunu şərh etməyə çalışıram. Sadəcə məsələ ondan ibarətdir ki,
Bu çətin кейslərdə müəyyən qədər hətta qanunun birbaşa tələblərindən və belə deyək, normanın hərfi göstərişlərindən kənara çıxmaq da tələb olunur. Məhz bu baxımdan da elə əvvəlki fikrə qayıtmaq mümkündür ki, Ronald Dworkin pozitivizmin ən sərt tənqidçilərindən biri olmuşdu. Və onun maraqlı metaforlarından biri də Herkulesdir. Herkules biz bilirik ki, Yunan mifologiyasında çox qüdrətli, fövqəladə gücə malik olan bir obrazdır, personajdır. Məşhur Herkulesin 12 qoçaqlığı əsəri vardır. Yəni əzəmətli fiziki gücə malik olan, digər insanlardan öz qoçaqlıqları ilə və hər situasiyadan baş çıxara bilməsi ilə, öz çevik ağlı ilə seçilən bir qəhrəmandır Herakl, yaxud Herkules. Və Ronald Dworkinin nəzəriyyəsində bu Herakl hansı yeri tutur? Bu Herakl əslində bir hakim modelidir və hansı ki bu hakim modeli hər şey bilir, bütün sualların cavabı onda var və o işlərə ən ədalətli şəkildə baxmağı təmin edə bilər. Çünki o hər şeydən xəbərdardır, onda sərhədsiz dərəcədə bilik və yaxud da o biliklərini inkişaf etdirmək qabiliyyəti var. Məhz buna görə də ən ədalətli mühakiməni həyata keçirə bilən hakim də məhz odur. Maraqlı əslində fiksiyadır. Bu barədə xeyli düşünmək olar, xeyli müzakirə açmaq olar və hətta mübahisə də etmək mümkündür ki, həqiqətən də hər şey bilən belə bir super gücə malik bir hakimin işlərə baxması daha ədalətli olarmı, yoxsa bu elə adi insan səviyyəsində digər insanlardan özünün fövqəladə qüvvələri ilə seçilməyən bir insan tərəfindən həyata keçirilməlidir. Yəni bizim bildiyimiz hüquqşünaslar tərəfindən bu mühakimə həyata keçirilməlidir. Bu barədə xeyli düşünmək olar, xeyli fikirlər irəli sürmək olar. Lakin mən bu videoda müəyyən qədər bunun həm tarixi köklərinə, həm də ki, müasir dövrdə onun təzahürlərinə toxunmaq istəyirəm. Bu məsələnin tarixi kökləri əslində nə qədər belə qəribə səslənsə də 12-ci əsrə gedib çıxır. Həmin dövrün görkəmli mütəfəkkirlərindən biri Fomalı Akvinasa gedib çıxır və onun ortaya qoyduğu məsələ bizə belə bir sual qoyurdu ki, iradə azadlığı olmadığı təqdirdə hüquq mövcud ola bilərmi? Məsələ nədən ibarətdir? Məsələ əslində Tanrı ideyasından gəlir. Çünki həmin dövrün dini görüşlərində belə qəbul edilir ki, insan Tanrı qarşısında heç bir iradə azadlığına malik deyil. Tanrı onun barəsində hər şey bilir. Yəni, onun keçmişdə atdığı adımlardan da xəbərdardır, onun düşüncəsindən belə xəbərdardır. Bundan başqa, onun gələcəkdə atacağı addımlardan da xəbərdardır və bu baxımdan onun barəsində Tanrı çox rahatlıqla mühakimə yürüdür. Yəni, onun barəsində hər şey bildiyinə görə əslində heç mühakimə yürütməsinə də ehtiyac yoxdur. Çünki o sadəcə olaraq bütün biliklərə onun barəsində sahibdir və onun islah olub olmayacağı barədə xəbərdardır.
Burada yenə belə bir sual yaranır ki, bəs həmin insanın iradə azadlığı varmı? Yəni onun barəsində hər şey bilinirsə və onun hansı addımlar atacağını bilən müəyyən qüvvə varsa, o azad ola bilərmi və əgər bu azadlığı şübhə altındadırsa, onun ümumiyyətlə hüquq sistemində subyekt olaraq yeri nədir? Çünki hüquq sistemində elə məsələlər var ki, əslində bu məsələlər biliksizlik üzərində qurulub. Elə hakimlərin özləri. Müasir prosessual məcəllələrə də baxanda bu aydın görünür ki, yəni hakimlər əslində iş barəsində bəlkə də ən az biliksiz olan subyektlər olurlar. Və əgər hər hansısa bir şəkildə işin, prosesin tərəfləri ilə hər hansısa bir əlaqələri varsa, onlarla belə deyək, müxtəlif səviyyələrdə də qohumluq ola bilər, dostluq ola bilər, bu kimi əlaqələri varsa, yəni bir növ onları tanıyırsa əslində öz-özünə etiraz verməklə işə baxmaqdan imtina eləyə bilər və hətta eləməlidir də əslində. Çünki o sübutlar çərçivəsində işə baxır, ona təqdim edilən, tərəflərin ona təqdim etdikləri sübutlar əsasında işə baxır və bu sübutlar dairəsi ilə də kifayətlənir. Bu mülki prosessual kontekstdə belədir. Və cinayət prosessual kontekstdə bir başqa biliksizlik örnəyi çox belə bariz və cinayət prosesinin əvvəlindən axırına qədər onun belə deyək, təməl sütununu təşkil edən bir məsələdir. Prezumsiya, təqsirsizlik prezumsiyası. Yəni şəxsin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunmursa, o təqsirsizdir. Və onun barəsində əslində istintaqı da həyata keçirən, digər o cinayət mühakimə icraatını həyata keçirən şəxslərin hər biri də əslində biliksiz subyektlər olurlar. Yəni onlar əvvəlcədən bilsələr ki, təsəvvür eləsək ki, həmin o, həm Fomal Akvinasın tanrı ideyası, həm də ki Ronald Dworkinin Herkulesi kimi bir qüvvə var və o insan haqqında hər şey bilir. Onun cinayəti törətmədiyini də bilir. Bu halda təqsirsizlik prezumsiyasına heç bir ehtiyac qalmır. Mən burada yenə sualı əslində niyyətim izləyicilərə ötürməkdir. Yəni bunun təməlləri barədə məlumat verməyə çalışıram. Şəxsi fikrimi mümkün qədər bildirməməyə və ümumi şəxsi münasibətimi saxlamağa çalışıram. Yəni daha çox niyyətim sual yaratmaq və bu sual ətrafında müzakirə açmaqdır əslində. Və bunun bəs müasir dövrdəki əksi necədir? Yəni ta 12-ci əsrdən başlayaraq o iradə azadlığı problemini qabartmaq üçün Fomal Akvinasın ortaya qoyduğu tanrı və insanın iradə azadlığı qarşı durması, eləcə də 20-ci əsrdə Ronald Dworkinin belə metafor olaraq istifadə elədiyi Herkules modeli və bunun davamı nədir? Bunun davamı əslində müasir dövrdə özünü göstərə bilir. Süni intellektlə bağlı müzakirələrdir. Ələxüsusda süni intellektdən ədalət mühakiməsində istifadə edilməsi ilə bağlı elmi ədəbiyyatlarda ciddi müzakirələr gedir. Deyək ki, hüquqşünaslar arasında da müzakirələr gedir. Onun texniki xüsusiyyətləri təbii ki, öz yerində. Bu nə dərəcədə mühakiməni həyata keçirə bilər, keçirə bilməzmi? Onun deyək ki, inkişafını hansı çərçivədə hüquqa inteqrasiya eləmək mümkün olacaq? O köməkçi funksiyasını mı yerinə yetirəcək, yoxsa birbaşa mühakimə həyata keçirəcək və yaxud da ekspert qismində mi bu icraatda iştirak eləyəcək və s. Bu sualların hər biri öz yerində. Amma ümumilikdə götürsək, bu müzakirələrin hər birinin
müəyyən mənada bir ortaq qorxusunu və yaxud da ortaq belə deyək, ehtiyatını tapmaq mümkündür ki, o da süni intellektin insan barəsində qərar verməsidir. Yəni həmin o hər şey bildiyini qəbul etdiyimiz və yaxud da hər şey bilmə imkanlarına malik olan və insandan əslində həm çeviklik baxımından, həm obyektivlik baxımından, həm tərəfsizlik baxımından fərqlənmə imkanları yüksək olan bir vasitənin ədalət mühakiməsində istifadəsi hansı nəticələri verə bilər? Burada yenə təbii ki, onun hansı səviyyədə istifadə edilib edilməyəcəyi və hüquq sistemində özünə yer tapıb tapmayacağını zaman göstərəcək. Sadəcə onun istifadəsi çərçivəsində nəzərə alınmalı ən əsas məqam texnoloji xüsusiyyətləri öz yerində, texnoloji cəhətini qoysaq bir qırağa, sırf bizim klassik hüquqi düşüncə ilə nəzərə almalı olduğumuz əsas məqam onun iradə azadlığı ilə hansı səviyyədə ziddiyyətə girəcəyidir. Yəni insan onun qarşısında hansı səviyyədə azad olacaq və bu belə deyək, azadlığını çərçivələmək imkanları olacaqmı süni intellektin? Və əsas maraqlı xüsusiyyət elə bundan ibarətdir ki, bu əslində az qala 1000 ilə yaxın bir müddət ərzində davam edən bir müzakirənin davamıdır. Və fikirləriniz də əgər yaranarsa rəylərdə bölüşə bilərsiniz. Və istərdim ki, burada videonu sonlandıraq. Sona qədər izlədiyiniz üçün çox sağ olun. Abunə olmağı unutmayın. Rəylərdə fikirlərinizi bölüşə bilərsiniz. Eyni zamanda videonun özünü də paylaşa bilərsiniz. Sonda mən nə demək istirdim? Bu videolar artıq gördüyünüz kimi serial şəklini alıb. Daha öncə 4 video çəkilmişdi. Bu da 5-ci video olacaq. Bu sahə ilə maraqlanan şəxslərlə videoları bölüşə bilərsiniz və əgər kimsə abunəsiz və yaxud da bəyənməsiz izləyirsə, onları da dəvət edirəm ki, kanala abunə olsun ki, daha sonraki videolardan da xəbərdar olsun və ümumiyyətlə bu kontentin davamlılığını təmin etmək üçün mənə görə vacibdir. Mövzu doğrudur, çox yəni seçdiyimiz mövzular hüquq fəlsəfəsi özlüyündə çox dar bir maraq dairəsidir. Yəni hər kəsin diqqətini çəkəcək bir şey deyil. Amma hər halda hüquq tələbələrinin marağını çəkə bilər deyə düşünürəm. Yəni bundan başqa hüquqşünasların da marağını çəkə bilər təbii ki. Və digər hüquq fəlsəfəsi ilə, nəzəriyyəsi ilə, ümumi bir fəlsəfə ilə maraqlanan şəxslərin də diqqətini çəkə bilər. Ona görə də ətrafınızda belə maraqlı olduğunu bildiyiniz şəxslər varsa, videoları onlarla da bölüşə bilərsiniz. Çox sağ olun.